tanıyacaq onu. Bilirsiniz, ən pis prezidentlər və bugünkü dünyanın bu qədər qarma-qarışıq olmasının əsası hələ vaxtı ilə Birləşmiş Ştatların İraqı BMT-nin sanksiyalar olmadan bombalamasından sonra əsas oldu. Başladı. Bəli. Və bu prezidentlər yaranıb. Artıq bu prezidentlər də inkişaf etməyə başlayır. Və ona görə də təbii ki, bu da gələcəkdə yaxşı heç nə vəd eləmir. Əgər dünyanın super gücü Kanadanı özünün 51-ci ştatı elan edirsə və bu istiqamətdə gedirsə, Qrinlandiyanı özünə birləşdirməyə çalışırsa, təbii ki, bu dünyada beynəlxalq hüququn prinsiplərinin artıq tanınmadığı deməkdir. Və Amerika Birləşmiş Ştatları dünya nizamında özünün yaratdığı qayda və qanunlardan geri çəkilməyə başlayır. Ən böyük problemin biri bundan ibarətdir. Və Ukrayna üçün təbii ki, sülhün əldə olunması çox məqbuldur. Çünki birinci, Ukraynanın ehtiyatları tükənməkdədir. Düzdür, Rusiya da buna davam gətirə bilmir, amma etiraf eləməliyik ki, Rusiyanın ehtiyatları Ukraynaya nisbətdə olduqca çoxdur və Rusiya sənayesi artıq hərbi silah-sursat istehsalına keçib və onu da qeyd eləmək lazımdır. Bunu mütəxəssislər və ekspertlər də cəbhə bölgəsində apardığı araşdırmalardan sonra bəyan edirlər. Hazırda silah və sursatlar istehsal olunduğu andan cəbhəyə göndərilir. Yəni bu deməkdir ki, Rusiyanın da ehtiyatları o qədər də deyil və birbaşa istehsal istifadə olunur. Ukrayna üçün istifadə elədiyi silahların böyük əksəriyyəti Birləşmiş Ştatların verdiyi silah-sursatdır. Amma Ukraynanın özünün də daxili silah-sursat istehsalı başlayıb, xüsusilə dronların istehsalı başlayıb. Avropa da ona kömək etmək niyyətindədir və bu aspektdə hərbi kompleksini inkişaf elətdirir. Amma Avropanın da Ukraynanı bütövlükdə Rusiyanın qabağında bir güc kimi ortaya qoyması üçün təxminən 1-2 il vaxt lazımdır. Yəni hərbi kompleksini inkişaf elətdirsin və lazım olan hərbi texnika və silah-sursatı Ukraynaya verə bilsin. Ona görə Ukraynanın indiki halda müharibənin dayandırması bir bu baxımdan yaxşıdır. Yəni Birləşmiş Ştatlar gələcəkdə onun arxasından qaçsa və silah ehtiyatları tükənsə, Ukrayna o davam göstərə bilməyəcək, o müqaviməti göstərə bilməyəcək. Avropanın o qədər imkanı yoxdur, Avropaya vaxt lazımdır həmin silah istehsalı üçün. Amma bununla belə Avropanın pulu var və bu pulu hesabına müəyyən qədər təminat ortaya qoya bilər. Bu isə Rusiya kimi nəhəng bir ölkənin qarşısında duruş gətirməyə kifayət eləmir. Biz bir analoji müqayisə aparsaq, vaxtı ilə Bişkek protokolunun imzalanmasında da Azərbaycan xalqı razı deyildi. Və etiraf etməliyik ki, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edirdilər. Və bizim dalbadal rayonlarımız işğala məruz qalırdı, insanlarımız ölürdü. Bununla belə bu atəşkəs müqaviləsi imzalananda Azərbaycan xalqı buna çox ciddi etiraz edirdi və mənim yadıma gəlir ki, o zamanlar meydanlara da axışırdılar. Baxmayaraq ki, biz ərazilərimizi itirirdik, amma insanların şuurunda məğlubiyyət əhval-ruhiyyəsi yox idi və döyüş əzmi vardı. Və insanların da cəbhə bölgəsində öldürülməsinin, kütləvi şəkildə öldürülməsinin heç bir faydası ola bilməz, əgər bu uğura aparmırsa. Və ona görə də sonradan zaman göstərdi ki, bəli, Bişkek protokolunun imzalanması ilə Azərbaycan burada bir nəfəslik əldə elədi və bir zaman qazandı. Həm iqtisadi vəziyyətini düzəltdi, həm ordusunu düzəltdi və ordunu da təmin etməyi bacardı. Və Ermənistan da o zaman Bişkek protokolu ilə bir təminat əldə elədi. Bu təminat isə zaman göstərdi ki, əbədi deyil. Rusiya ona bir təminat vermişdi. Amma bu təminat 2020-ci ildə sıfıra indi, bitdi və Ermənistanın arxasında heç kim qalmadı.